biz daha bir valideyni üst tuturuq və kitab blogeri Sərxan bəy istərdik ki, dinləyək. Siz övladlarınızın yay tətilini necə təşkil edəcəksiniz? Öncəliklə onu deyim ki, təbii ki, mən Arzu xanımın müəyyən fikirlərini razıyam. Yəni, uşaqla balans qorumaq, uşağın yaxşına görə davranmaq və s. doğrudur. Amma ümumilikdə bu yay tətilini, yəni bu 3 ayı uşaqların haqqıdır ki, onlar ürəkləri istədikləri qədər istirahət eləsinlər, oynasınlar. Ümumiyyətlə, biz dərs oxumaqla oynamağı, istirahəti bir-birinə rəqib kimi görməli deyilik. İnsan sadəcə akademik biliklərlə öyrənmir, sadəcə məktəb dərslərlə öyrənmir, həm də həyatda öyrənir. Və əminəm ki, o imtahanlar müvəqqətidir, amma həyat daimidir. O uşaq əgər oxumaq onun canında varsa, oxumaq istəyən uşaqdırsa, o 3 ayda yaxşı istirahət eləsə, qalan 9 ayda o itirdiyi 3 ayda oxumadığı dərsləri çatdıra biləcək. Amma 3 ayda uşaq çox yüklənərsə, onun sonraki 9 ayı da əziyyətli keçəcək. Qaldı ki, biz necə planlamışıq? Biz təbii ki, böyük ehtimal rayona gedəcəyik, çünki özümüz əslən Qax rayonundanıq. Amma təbii ki, elə insanlar var ki, əslən, məsəl üçün Bakıdandırlar və ya da başqa bir yerdəndirlər. Onların ucqar bir kəndə, rayona getmək imkanları yoxdur. Varsa da çox azdır. Varsa da çox azdır. Amma əsas məsələ istəməkdir. Əgər valideyn istəyirsə, bunun planını qurursa, bunu müəyyən qədər tənzimləmək olur. Məsələn, biz bayaq süjet izlədik. Bir çox insanlar dedilər ki, məvacib, çox ödəniş tələb olunur və s. Amma insanların xarici görünüşünə baxanda, onların taxtıqları, aksesuarlara baxanda, əlindəki telefona baxanda bilirsən ki, bu insanda pul var. Sadəcə insan pulu nəyə verəcəyini bilmir. Yəni, məsəl üçün biz tutaq ki, bir illik uşağın o yay tətilindəki düşərgəsinə 200 manat, 300 manat ayırmaq istəmirik. Amma uşağa bəzən alıb telefon veririk, tablet veririk. Yəni, bu məsələlər var. Məsələ bundadır ki, əgər məktəbliyə də dərs vaxtı ona həmin o tabletlər də lazım olur. Mən düşünməzdim ki... Valideyn də müəyyən mənada bəzən məcbur olur ki, onu övladı üçün alsın. Yox, adətən biz necədir? Baxın, tablet məsələsi təəssüf. Biz yaxınları bir yerdə səhər yeməyindəydik. Çox gözəl bir əyləncə var uşaqlar üçün. Amma bəzi masalarda mən gördüm ki, balaca məktəbli uşaqlar 6, 7, 8 yaşında tablet önündə tabletə baxa-baxa səhər yeməyi heç o əyləncəyə qatılmır. Yəni, ola bilər 10-11-də bəlkə məktəb tələb eləyir tablet, amma aşağı sınıflarda tablet tələb olunduğunu mən düşünmürəm məktəbdə. Mən düz məktəbi qurtardığım üzərindən bir 20 il vaxt keçib. Bizim vaxtımızda yox idi. İndi müəllimə bilimdə təhsil sahəsindədir. Tablet hansı məktəbdə tələb olunur ki, yəni, və yaxud da telefon. Telefon tələb olunur, adi zəng gedən telefon ola bilər, zəng eləmək olar. Yəni, smartfon alıb veririksə uşağa, amma sonra deyiriksə ki, bizim imkanımız yoxdur, onu düşərgəyə göndərmək, biraz o qədər də... Əslində düşərgələrin qiymətləri də... Şərt deyil, yəni, düşərgəyə getmək. Ola bilər ki, sən həftə sonları, heç yay tətili olmadı, adi günlərdə belə Bakı daxilində yaşadığın yerin yanındakı bir parka gedib, süfrə açıb, yaşıl çəməndə oturub piknik eləmək, heç bir ücret tələb eləmir də bunu eləmək üçün. Bunu eləyirikmi? Məsələn, bu da önəmli məsələdir. Telefon məsələsində valideyndən çox şey asılıdır da. Yəni, uşağa telefonu kim verir? Yəni, uşaq işləmir də. Hər halda uşaq kimi telefon almır ki. Telefonu ya nənə verir, ya ata verir, ya ana verir, ya da kimsə verir ya bu uşağın əlinə öyrətib onu. Biz məsuliyyətimizi üzərimizdən atmışıq. Yəni ki, valideyn də əl verir ki, uşağa sakit də bir səs çıxmasın, gözümün qabağında olsun, başına bir iş gəlməsin. Yəni biz bilirik ki, uşaq bir dəfə yıxılıb dizi qanasa nəsə olacaqmı? Bizim dizimiz qanaya-qanaya böyümüşük. Əslində uşağın yıxılmağı, dizinin qanamağı, dirsəyinin qanamağı onu yetişdirən şeylərdir. Yəni bu daha az zərərlidir. Nəinki telefonda oturub bütün gün telefondan toxunduğumuz məqamı istədim. Baxın, 90 gün kitab dəftərə kənara qalmaqdan söhbət getmək. Sadəcə sual belə qoyulub ki, repetitor yanına getmək, hazırlıqlara getmək. Məsəl üçün, o doğru deyil. Yəni, uşaq 9 ay oxuyubdur, hazırlığa gedib, getmir, fərqi yoxdur. 3 ayda yayın istisində, o cırhacırında yayın, 2-3 müəllim yanına gedirsə, testlər filan, o uşağın beyni yoxdur. Mən hazır valideynə bir dənə tövsiyəm olar ki, ilk eləyəcəkləri iş valideyn WhatsApp qruplarından çıxmaq olmalıdır. Çünki valideyn WhatsApp qruplarında bu məsələlər başlayır. Yayda da davam edir. Əlbəttə, həmişə davam edir. Orada saat dayanma yoxdur. Yəni, belə rəqabət, sən uşağın daha çox bal yığdı, mənə sənəkin keçəcək, onun sertifikatı, bunun sertifikatı, ingilisini belə bilir. Uşaqlarımız bir yarış atı kimi yarışdırırıq. Ya, bunlar doğru deyil. Biz övladımızı ancaq özü ilə yarışdıra bilərik. Yəni, sən keçərliliklə nəzərən yaxşı ol. Biz övladımıza mesaj verməliyik ki, sən mənim üçün dəyərlisən. Dərsi yaxşı oxumağından, pis oxumağından asılı olmayaraq, universitetə yüksək bal yığmağından, aşağı bal yığmağından asılı olmayaraq. Hal-hazırda bu imtahan dönəmidir də, bu uşaqlar qəbul imtahanı verirlər, ikinci cəhd olacaq, sonra kodlaşdırma və s. Elə ən çətini bəlkə də balaca uşaqlar bitər, dözür.
11-lərdədir məsələ, 11-ci siniflərdədir ən çətin stresli dönəm. Çünki 11-ci siniflər biz yaşı böyüyəndə artıq ona uşaq kimi yox, böyük kimi baxırıq. Halbuki o da bir uşaqdır da, o da məktəblidir, o da əylənmək istəyir. Düzdür, 11-də oxuyan uşaq artıq əylənib nə edəcək? Amma o uşağı bəzən elə stres halına gətirirlər ki, o uşaq ümumiyyətlə universitetdən aşağı bal yığmağı dünyanın axırı kimi görür. Belə deyil axı, yəni. Biz maraqlı Hətta bənzətməsi 700 oldu. bal Yarış atı toplayan, kimi yanaşırlar bəli. uşaqlara. Amma ki, bu həyat imtahandan ibarət məsələ- deyil də. Bunu biz nəzərdə saxlamalıyıq. Uşaq ümumiyyətlə karyera uğrundan çox həyat uğuru qazanmalıdır. Həyatda- Şey demək istəyirəm, ümumiyyətlə bu hal-hazırda 6-16 yaş övladı olan valideynlərdən söhbət gedir. Bu insanlarda təxminən 80-90-cı illərdə yaşayan, doğulan və məktəb oxuyan insanlardır da, şəxslərdir. Mən özüm də daxil. Bizim dövrümüzdə o müharibənin yeni bitdiyi dönəm, ölkənin çətin dönəmləri və universitetə girmək sanki ən böyük dünyada uğur idi. Universitet bitirən adam mütləq işə düzəldi. Belə bir düşüncələr var idi. Amma indiki dünyada, indiki dövrdə hadisələr o qədər sürətlə dəyişir ki, bəzən uşaq universitetin 4 ilini bitirəndə heç o ixtisas ümumiyyətlə həyatdan yoxa çıxıb gedir. Ona görə valideynlər bilməlidirlər ki, universitetə mütləq qəbul olmaq, yüksək bal yığmaq, 670 bal yığmaq, 690 bal yığıb hansı təqaüd almaq, o da adı 700-lə hansı şəkil vurmaq dünyanın yəni önəmli bir şey deyil. Bunu qəbul etməlidir valideyn. Ən önəmli məsələ budur. Digər məsələ, uşaq bəzən universitetə girmədən sadəcə bir peşə ilə, sevdiyi peşə ilə xoşbəxt ola bilər. Bizim ən önəmli valideynin məqsədi övladının xoşbəxt olmasıdır. Universitet məzun olması Amma deyil. buna baxmayaraq yenə repetitor yanına gedirlər. Mən icazənizlə bu məsələyə keçməzdən qısa bir qeyd bölüşmək istəyirəm mesaj. Bu verilişi hazırlaşarkən çox sevdiyim bir uşaq psixoloqu, ümumiyyətlə ailə psixoloqu Doğan Caloğlu'nun Uğura Aparan Ailə kitabından bəzi qeydləri bölüşmək istəyirəm. Uğura Aparan Ailə kitabının adı belədir. Bu dünyada hər şeyin ən yaxşısına layiq çox özəl və gözəl bir uşaq var. O sizin evinizdə yaşayır. Bəzi qeydlərdir bunlar sadəcə olaraq. Həyat uğruna aparmayan məktəb uğrunun sonu hüsrandır. Ona bir gələcək qurmayın. Öz həyatının memarı olmasına yardımcı olun. Övladınızın yerinə siz mi yaşayırsınız? Ya da o sizin xəyallarınızı mı yaşayır? Aynaya baxdığı zaman nə qədər özünü görür? Bağban alma ağacından banan gözləmir. Alma ağacının ən yaxşı alma verməsinə çalışır. Uşağı öz xəyallarını gerçəkləşdirmək vasitəsi olaraq görmək bizim ölkədə çox yayılıb. Yəni eyni şey həm Azərbaycanda, həm də Türkiyədə var təsir olsun ki, çiçəyin suya və günəşə, şagirdin isə dəstək və təqdirə ehtiyacı var. Özünüz əməl edə bilirsinizmi Sərxan bəy? Səmimi amma. Səmimi olun, belə deyim. Ümumiyyətlə bu təbii ki, bu yazılanlar, bu bizim danışdıqlarımızı reallıqda, praktikada həyat keçirmək rahat deyil, çətindir. Amma biz bunun fərqində olmalıyıq. Önəmli olan fərqində olmaqdır. Niyyət etməli, ən azından niyyətdə olmalı. Bəli, fərqində olmalıyıq. Səhv eləyən, mən elədiyim hərəkətdə səhv varsa içimdə onu bilməliyəm. Bir var ki, insan eləyir, verə bilir ki, düzmə eləyir. Amma səhv olduğunun fərqində olmaq lazım. Bir məqam bu. İkincisi, deyirsiniz ki, nümunələr. Məsələn, bir-iki nümunə deyim. Nəbatət bağı var. 2 manatdır bilet. Girirsən, qəşəng gəzirsən. Da biz deyirik. Gənclikdə sizə bir park açılır. Tam adını Dədə Qorqud parkına bəli, o giriş da var. ödənişsiz. Çox qəşəng piknik Antena insanlar. parkı deyirsiniz. Pulsuz da yəni giriş var. Evdən yemək yapar, get orada məsəl üçün Və yeyir. yaxud mən bu ayın 20-si ödənişsiz sərgi var. Heyvanlarla bağlı Sərgi bir var, sərgidir. kitab mağazalarının, Yəni var. kitabxanalar var, kitab mağazalarının əyləncə yerləri var. Orada oturub çay içmək, kofe içmək. Yəni əsas məsələ deyim ki, niyyətdir. Bəli. Valideyn fərqində olub niyyətlənsə, çıxış yolu tapacaq. Yəni səbəb axtarma, iş görmək istəyən adam bir yolunu tapır. Görmək istəyən adam da təbii ki, bəhanələr axtarır.